İbn Ömer radiyallahu anhuma'dan varid olan hadiste deyir ki Peygamber sallallahu aleyhi ve sellem belə deyərdi: Allahümme inni a'udhu bike min zevali ni'metik ve tehavvul afiyetik ve fucaati nikmetik ve cemi'i sakhatik. Allahım, mən sənə nimətinin itməsindən, yəni sənin nimətinin itməyindən, aradan qalxmasından və afiyyətin çevrilməsindən, afiyyətin dəyişməsindən və qəfil gələn bəladan və bütün qəzəbinə gələn işlərdən sənə sığınıram. Yəni bu əzəmətli hədis özündə mübarək bir duanı və faydalı sığınmanı əhatə edir. Çünki bu duada insan yəni öz kasıblığını, Allahın lütfüne olan ihtiyacını izhar edir. Çünki insan bu dünya həyatında çoxlu daxili və zahiri nimətlər içərisində yaşayır. Bu nimətlərin hamısını bəxş edən də Allah Teala'dır. Onları saxlayan da Allah Teala'dır. O nimətləri saxlayan, yəni insanın o nimətləri saxlamağa gücü və taqəti yoxdur. Və buradan da bu mübarək dua gəlmişdir. Çox əzəmətli bir duadır. Allahümme inni a'udhu bike min zevali ni'metik. Allahım, nimətin itməsindən, afiyyətin çevrilməsindən, qəfil gələn bəladan və qəzəbinə gələn bütün işlərdən sənə sığınıram. Allah Teala buyurur ki: "Və izə aradallahu bi qavmin su'an fala maradda leh." Yəni Allah Teala bir qövmə bir pislik istəyərsə, heç kəs onun qarşısını ala bilməz. Əgər Allah Teala sənə ruzi verdikdən sonra onu almaq istəyərsə, yəni alacaqdır. Yəni kimsə qarşısını ala bilməz. Əminlikdən sonra Allah Teala səni qorxutmaq istəyərsə, səni qorxudacaq, qorxu içərisində edəcək, kimsə bunun qarşısını ala bilməz. Və sənin könlün, qəlbin rahat olduqdan sonra məşğul etmək istəyərsə, edəcəkdir və kimsə bunun qarşısını ala bilməz. Əgər Allah Teala sənin bütün bədənini sağlam və salamat olduqdan sonra xəstəliklərlə doldurmaq istəyərsə, dolduracaqdır. Əgər Allah Teala sənin ailəni, evladlarını səndən ayırmaq istəyərsə, hansı ki vaxt var idi, bir yerdə idi və cəm olduqdan sonra kimsə bunun qarşısını ala bilməz. Və izə aradallahu bi qavmin su'an fala maradda leh. Yəni Allah Teala bir qövmə pislik etmək istəyərsə, kimsə onun qarşısını ala bilməz. Və mə lehum min dunihi min val. Yəni Allahdan başqa onların heç bir valisi, hamisi yoxdur. Yəni insan bu dünya həyatında nimətlər içərisində yaşayır. Allah Teala bərəkət verir. Allah Teala'nın yəni lütfü içərisində və genişlik və rahatlıq içərisində ruzidə yaşayır. Əgər Allah Teala bu niməti itirmək istəyərsə, afiyyəti çevirmək istəyərsə, çevirəcəkdir. Yəni bu dünya həyatında olan bu nimətlər bizim qüdrətimizə, gücümüzə, elmimizə görə deyildir. Bu sırf Allah Teala'nın bizə olan lütfüdür. Və buradan da yəni bu duanı insan çox etməlidir. Yəni Allah Teala'nın onun üzərində olan lütfünün və bu nimətlərin davamlı olmasını Allah Teala'dan istəməlidir. Və həmçinin afiyyətin dəyişilməməsi. Yəni afiyyət elə bir kəlmədir ki, çox əhatəli bir kəlmədir. Bütün salamatçılığı özündə əhatə edir. Və həmçinin qəfil gələn bəlalardan qorunmağı istəməlisən, sığınmalısan və öz kasıblığını, ehtiyacını Allahın qarşısında izhar etməlisən. Heç vaxt öz nəfsinə, malına, evladına güvənmə.
Yəni güc və qüvvət Allah Taala'dan. Daima la havle və la quvvete illa billahdir. Və həmçinin de ki inna lillahi və inna ileyhi raciun. Yəni biz Allahdan gəlmişik, Allahın mülküyük və həmçinin ona qayıdacağıq. Və həmçinin etiraf elə ki bu lütf, mərhəmət hamısı Allah Taala tərəfindəndir. Yəni Allah Taala istədi ki belə olub. Güc və qüvvət yalnız ondandır. Bütün yəni xəzinələr bu Allah Taala'nın əlindədir. Və nə qədər Allah Taala xərcləyərsə, dünya yaranandan dünyanın sonu gələnə qədər Allah Taala'nın xəzinəsindən heç nə azalmır. Yəni bu da onu bildirir ki, yəni bizim Allah Taala'nın lütfüne olduqca böyük ehtiyacımız var. Yəni bu duanı etməyə olduqca böyük ehtiyacımız var. Yəni baxın neçə insanlar nemət içərisində, sağlam, afiyet içərisində olduğu halda bədənləri bütün xəstəliklərlə dolub. Məsələn, zəngin insan hansı ki əlində dünya malını çevirir və qəfildən o malların hamısı yəni ondan alınıb. Dəyişib, sağlamlıq xəstəliklə və həmçinin zənginlik kasıblıqla dəyişib. Və bəzən görürsən insan elə bir kasıblıq ona üz verir ki, yəni onu oturdur, ona zəlillik və aşağılıq gətirir. Hətta bundan da daha böyük insanlar, padşahlar, başçılar, yəni olub ki, yəni onların bir sözü ilə təyyarələr qalxır, qoşunlar hərəkətə keçir, halbuki artıq onlardan heç nə qalmayıb. Və onun qarşısından mülk alınıb. Onun dişləri arasından vəzifəsi qaldırılıb. Yəni nemətlər, bu o deməkdir ki, nemətlər qalmır, davamlı olmur, afiyet çevrilir. Yəni qəfildən belə bəlalar gəlir. Qəfildən, insan gözləmədən belə bəlalar gəlir. Yəni bütün bunlar ona görədir ki, insanlar bilsinlər ki, işlər Allahın əlindədir. İş Allahın əlindədir. Lütf, yəni onun tərəfindəndir. Və Allah Teala yəni bunun davamlı olmasını istəyərsə davamlı olacaqdır. Ona görə insan bunu əlində olandan istəməlidir. Və kimsə toplaşaraq insanlar səndən bu neməti itirmək istəyərsə onu itirə bilməzlər. Və yaxud sənə bir bəla gətirmək istəsə Allah Teala istəməsə bunu edə bilməzlər. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin yəni bu duası həqiqətən əzəmətli bir duadır. Deyir ki, Allahümmə inni ə'udhu bikə min zəvali ni'mətik. Allahım, nemətin itməsindən sənə sığınıram. Yəni, ə'udhu bikə, yəni sənə sığınıram, səninlə qorunuram. Yəni, mən öz gücümdən, öz qüvvətimdən, ailəmdən, malımdan, tanışlarımdan, dərrakəmdən, təcrübəmdən, öz elmimdən uzağam. Ya Rab, yəni, onlarda heç nə yoxdur. Yəni mən öz gücümdən, tanışlarımdan, dostlarımdan, yəni hamısından uzağam, sənə sığınıram. Yəni öz zəifliyimi, öz acizliyimi, öz kasıblığımı, ehtiyacımı sənə bildirirəm. Ə'udhu bikə min zəvali ni'mətik, sənin nimətinin itməsindən, aradan qalxmasından sənə sığınıram. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm niməti Allah'a mənsub etdi. Çünki bu həyatda bütün xeyirlər Allah Teala'nın əlində və ondandır. Yəni insan nə qədər səbəblərdən tutsa da, yəni Allah Teala yazmasa mümkün deyil. Görürsən insan nə qədər səbəblərdən tutur, başqası da səbəblərdən tutur və bəzən Allah Teala verir və bəzən vermir. İnsan nə qədər çalışır və görürsən ki, yəni ortada bir şey yoxdur. Yəni bu da onu bildirir ki, Allah Teala verməsə insan nə qədər səbəbdən tutsa da mümkün deyildir. وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ. Yəni insan xatırlamalıdır ki, hər bir nemət Allah Teala'dandır. Sənin nemətinin itməsindən sənə sığınıram. Yəni onun getməsindən, aradan qalxmasından və həmçinin onun dəyişməsindən. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm həm dünyavi, həmçinin dini nemətlərin itməsindən Allaha sığınardı. İtaətin itməsindən, itaətin qəflətə çevrilməsindən, insan xatırladıqdan sonra, imandan sonra küfrə qayıtmasından.
Yani insan bu nimetleri dediği zaman Allahümme inni a'udhu bike min zevali ni'metik, senin nimetinin itmesinden, yani hem dünyavi nimetlerin, bütün dünyavi nimetlerin itmesinden ve hemçinin dini nimetler. İman dini nimetlerdendir. İmanın iterek yerine küfrün gelmesi, Kur'an okumak dini nimetlerdendir. Ve görürsen insan müeyyen kadar Kur'an okuyur ve sonra görürsen ki artık aylar keçir Allah'ın kitabını açmır. Deməli qalxıb ve hemçinin itaətlər, salih əməllər devam edir, bir ay, 2 ay, 1 il, sonra görürsen artık kalkır. Yani bunlar hiçbiri yani boş yere kalkmır. İnsan bu duaya olan yani zəruriliyi anlamalıdır ve bunu davamlı olarak insan okumalıdır. Allahümme inni a'udhu bike min zevali ni'metik, nimetin itmesinden. Deməli hem dünyavi ve hemçinin dini nimetlerin itmesinden sen sığınmalısan. Ve buna göre buna büyük bir ihtiyaç var. Xüsusən də bu nimetler hasil olandan sonra itmesi daha şiddetlidir. Nəinki heç olmamasından. Yani bir var insan zengin olur, sonra ona kasıblıq üz vermesi çok ağrıdıcıdır. Yani bir de var insan hiç zengin olmuyor. Ona o kadar təsir eləmir kasıblıq. Ve hemçinin insan sağlam olduktan sonra xəstələnməsi, ağır xəstəliyin üz verməsi ve hemçinin görən olandan sonra yani ona körlüğün üz verməsi, görməməsi bu çok ağrıdıcıdır. Ona göre A'udhu bike min zevali ni'metik, nimetin itmesinden sana sığınıram. Mesela ne kadar insanlar çalışır, nimetlerin kalması için görsen Allah Teala onların karşısından yani o nimetleri almıştır. Yani onlar öz ağıllarıyla, bacarıklarıyla o nimetleri yığıb saxlaya bilməmişlər. Ve tehavvulu afiyetik ve afiyetin değişmesinden. Yani bir var nimetin tamamıyla kaldırılması, bir de var afiyetin değişmesi, zenginliğin kasıblığa, sağlamlığın xəstəliyə çevrilmesi, insanın kalbinin rahat olduktan sonra fikrinin məşğul olması ve hemçin diğer sıkıntılar, dərd, qəm, problemlerin yaranması, yani aile bir olduktan sonra ve atalarına itaat eden evladlar olduktan sonra ailelerin dağılması, kadının üzerine itaat eden bir kimse olduktan sonra ve hemçinin kişinin de öz ailesine, yoldaşına ve evladlarına şefkatle yanaştıktan sonra ailelerin paramparça olması. Yani ona göre insan bundan sığınmalıdır ki, yani bu ailelerin de böyle olması Allah Teala'nın bəxş elədiyi bir nimettir. Yani Allah Teala'nın nimeti sayesinde yani aileler böyle mehribanlığı içerisinde olur. Ve görsen ki aile belədir, deyirsən ki Allahümme inni a'udhu bike min zevali ni'metik. Nimetin itmesinden ve afiyetin çevrilmesinden, değişmesinden, yani başka birisiyle əvəz olunmasından yani sana sığınıram. Ona göre insan davamlı şekilde yani bunu istemelidir. Ve bazen görürsen insan azad yaşayır, hiçbir problem yoktu. Bir de görürsen ki aktarırlar insanı. Borç sahipleri aktarır. Və yaxud da onu görürsən, eşitirsən ki artık onun hakkında hüküm verilib ki borcuna göre insanı yani tuturlar. Yani nimətdir. İnsan heç kəsin onu aktarmaması, rahat yaşaması. Yani qəfildən belə yani müsibətlər insana üz verir. Deməli bu duanın ne kadar əzəmətli bir dua olmasını yani bildirir. Yani görürsən hallar qəfil anda yani dəyişilə bilir. Ve buna göre de Allah Teala'nın buyurduğu formada yani yolumuzu gedəriksə, ahirete giden yolu, inşallah bu nimetler davamlı olmasına səbəb olar. Baxın, Adem Aleyhisselam cennette nimetler içerisinde dolaştığı halda necə o nimet değişti. Yani Adem Aleyhisselam cennetten yere düşmesi, yere inmesi, yani o bir günaha göre oldu. Yani o indi ve onun sebebiyle demək bizim de inmemiz, yani bizim de burada olmamız onun sebebiyle oldu. Və baxındır nimetlər necə dəyişir. Və həmçinin bizdən əvvəl keçmiş yəni ümmətlər, Allah Teala onlara necə güc, qüvvət vermişdir. Necə o nimetlər onlardan qaldırıldı. Baxın Ad qövmü, hətta onlar qürrələnərək deyirlər ki, mən əşəddu minnə quvva, yəni bizdən daha qüvvətli kim vardır? Yani o cür onlar məşhur olmuşlar. Heç kəsin yer üzərində yani ona gücü çatmırdı. Yani Allah Teala o qüvvəti onlardan götürdü. O niməti qaldırdı. Ve elə bil ki onlar necə ki ayədə də keçir ki kökləri çıxmış xurma gövdələri kimi oldular.
Və həmçinin baxın Firavuna. Allah Teala buyurur ki: "Fəxracnahum min cennetin və uyun." Yəni biz onları bağ-bağçalardan, necə yerlərdə yaşayırdılar və çeşmələrdən, bulaqların içərisindən onları çıxartdıq. Yəni baxın deyir, onların nemətləri necə də aradan qalxdı. Allah Teala onları cənnətlər, yəni cənnət adlanan bağçaların içərisindən çıxartdı. Və kunuzin və maqamin kərim və həmçinin xəzinələr içərisində və hörmətli məqamlardan, hətta qəsrlərdən Allah Teala onları çıxartdı. Və ni'mətin kanu fiha fakihin və həmçinin onlar nemətlər içərisində əylənirdilər. Yəni ərəb dilində nə'mə sözü o deməkdir ki, bir ni'mə, bir nə'mə, ni'mə şükr olunan nemətə deyilir, amma nə'mə isə şükr olunmayan nemət. Yəni onlar şükr etmədilər, o nemətlər onlardan qaldırıldı. Kəzəlikə avratnaha qavmən axarin və biz o mülkləri, o nemətləri başqalarına verdik. Yəni başqalarına o nemətlərə varis etdik. Yəni Allah Teala onların afiyyətini dəyişdirdi. Başqa qövmlərə keçdi. Qarunun xəzinələri doluydu. Hətta xəzinələrin açarlarını bir dəstə pəhləvan daşıya bilmirdi, çətinliklə daşıyırdı. Yəni Allaha asi oldu, təkəbbürlük göstərdi və insanlara qarşı da təkəbbürlük göstərdi. Yəni Allah Teala onun hamısını aradan qaldırdı. Necə ki ayədə keçir: "Fəxəsəfnə bihi və bidarihil ard." Biz onu evi ilə birgə yerə batırdıq. Yəni baxın, an məsələsidir. Yəni bu onu bildirir. Heç vaxt insan yəni arxain olmamalı. Yəni bir an içər düşünməzdi ki, bir dəqiqə əvvəl onun başına belə bir iş gələcək. Bir anda hər şey tükəndi, hər şey itdi. Və görürsən insan sağlam, zəngin olduğu halda, azad olduğu halda birdən-birə insana xəstəlik çökür. Birdən-birə insana kasıblıq çökür, dərd, qəm, sıxıntılar və elə bil ki, insanın həyatı təpəsi aşağı çevrilir. Və buna görə deyirsən, bu duanı çox etməlisən. Allahümmə inni a'udhu bikə min zəvali ni'mətik. Nimətin itməsindən. Və təhəvvül afiyyətik. Afiyyətin dəyişməsindən. Və fucaəti niqmətik və qəfil gələn bəlalardan. Yəni baxın, həmçinin Nun surəsində Allah Teala cənnət sahibləri, o bağ-bağça sahibləri haqqında deyir ki: "İnnə bələvnəhum kəmə bələvnə ashabəl cənnə." Yəni biz onları, Məkkə əhlini imtahana çəkdik, necə ki o cənnət əhlini, o bağ-bağça əhlini imtahana çəkmişdik. İz aqsamu leyasrimunnəhə musbihin. Yəni onlar and içərək dedilər ki, sübh vaxtı, yəni o bağın meyvələrini dərəcəklər. Və la yestətnun, inşallah da demədilər. Nəyə görə? Çünki kasıblar görməsin deyə. Yəni səhər vaxtı qaranlıqda gedərək dərsinlər ki, kasıblar onları görməsin. Deməli, nə oldu nəticə? Ləyasrimunnəhə musbihin və lə yestəsnun fətafə aleyhə taifun min rabbikə və hum naimun. Gecə vaxtı Allah Teala tərəfindən onlar yuxuda ikən bir bəla gəldi. Fəasbəhət kəssarim. O bağça zülmət gecəyə çevrildi. Bağça, nə ağaclar qaldı, nə meyvələr qaldı o bağçadan, nə də gözəl mənzərə, nə də suları, çayları qaldı. Yəni məhv oldu. Fələmmə rəav fəqalu innə ladallun. Onlar gəlib çatdıqları zaman təəccübləndilər. Bəlkə də biz yolumuzu azmışıq. Dedilər ki, yolumuzu az, yəni bu bizim bağça deyil. Amma sonra bildilər ki, bəl nəhnu məhrumun. Yəni yolumuzu azmamışıq, əksinə biz məhrum olmuşuq. Yəni bu xeyirdən məhrum. Səbəb nə oldu? Səbəb yəni asilik. Və həmçinin başqa ayədə Allah Teala Kəhf surəsində "Vadrib ləhum məsələn rəculeyni cealna li ahadihimə cenneteyni min a'nabin və hafafnahuma bi naxlin və cealna beynəhuma zər'a." Yəni sən onlara iki nəfərin misalını çək. Onlardan birinə iki bağça verdik. O bağçalarda üzümlər və ətrafını da xurma ağacları ilə əhatə etdik və aralarında da əkin saldıq. Kiltəl cənnəteyni ətət ukuləhə və ləm tadlim minhu şeyə. Və o iki bağça meyvələrini tam şəkildə verir və aralarında çay axıtdıq. Və fəccarna xilələhumə nəhara və kənə ləhu thəmərun fəqalə li sahibihi və huvə yuhaviru. Hansı ki o meyvəsi olan o bir yoldaşına deyir ki, Ənə əktəru minkə mələn və əəzzu nəfərə. Mən mal tərəfdən mənim malım daha çoxdur və insanlar baxımından, qohum, əqraba, əşrət baxımından da daha izzətliyəm. Və dəxələ cənnətəhu və huvə zalimun li nəfsi. O bağçasına özünə zülm etdiyi halda girir. Qalə mə azunnə ən təbidə hədihi əbədə.
və deyir ki, mən bu bağçanın heç vaxt yoxa çıxacağını ümid etmirəm. Deməli, insanda belə qürur yaranır. Və həmçinin sən də, ola bilər, ev sənin adınadır, maşının var və həmçinin ruzi mənbəyin var, ruzi qazandığın yer var. Ola bilər, bir tabletkə belə dərman qəbul etməmsən, bir tabletkə, heç dərman qəbul etməmsən. Və zövcələrin var, evladların var və desən ki, yəni bunlardan heç biri yoxa çıxmayacaq, bunlar mənim mülkümdür, mənim adımdadır, bunlar mənim evladlarımdır, bunlar mənim ticarətimdir. Amma insan bilməlidir ki, hamısı Allahın əlindədir. Allah Teala ruzini istədiyinə verir və istədiyindən onu alır. Və həmçinin Allah Teala yenə Qur'anda, yəni bütün bunlar hamısı yəni bizim ibrət almağımız üçündür. Ona görə Allah Teala Qur'anı ibrət almaq üçün, tədəbbür etmək üçün nazil edib. Liyəddəbbəru əyətihi və liyətəzəkkərə ulul əlbəb. Yəni onlar ayələri tədəbbür etsinlər və ağıl sahibləri ibrət alsın deyədir. Yəni onların başına gələn bəlalar bizdən heç də uzaq deyil yəni. Yəni kimsə düşünməsin ki, bu yalnız onlara, yəni onların etdiyi günahlar bizdə olsa, yəni o bizə də gələcəkdir. Heç vaxt insan arxayın olmasın. Allah Teala Səbə haqqında deyir ki, Səbə qövmü لَقَدْ كَانَ لِسَبَئٍ فِي مَسْكَنِهِمْ آيَةٌ. Yəni onların yaşayışları Səbə qövmünün bir möcüzə idi. Cənnətən, iki cənnət, an yeminin və şimal, sağda və solda. Kulu min rizqi rabbikum veşkurula. Rəbbinizin ruzisindən yeyin və ona şükr edin. Bəldətun tayyibə, gözəl bir ölkə və Rabbun gafur, bağışlayan bir Rəbb. Fə'aradu. Onlar üz çevirdilər. Fəarsalna aleyhim seyləl arim. Onların üzərinə böyük bir sel göndərdik. Və bəddəlnahum cənnəteyhim cənnəteyni zəvatey ukulun xamtın və əslin və şeyin min sidrin qalil. Və onların o cür gözəl bağçaları yəni başqası ilə əvəz olundu. Zəlikə cəzeynahum bimə kəfaru. Onlar küfr etdiklərinə görə cəzalandırır. Və həl nücəzi illəl kəfur. Biz məgər küfr edənləri belə cəzalandırmırıq. Artıq o nemətlər artıq aradan qalxdı. İtdi afiyət. Və həmçinin başqa ayədə Allah Teala buyurur: "Və daraballahu məsələn qaryatan kanat aminə." Allah Teala bir əminamanlıq içərisində olan bir kəndi, məmləkəti misal çəkir. Əminamanlıq içərisində rahat yaşayır. Yətiha rizquha ragadan min kulli makan. Onun ruzisi hər bir tərəfdən bolluca gəlir. Fəkəfərat bi en'umillah. Onlar Allahın nemətlərinə küfr etdi. Fəəzəqəhəllahu libasəl cu'i vəl xawfi bimə kanu yasnaun. Onlar etdiyi əməllərə görə Allah Teala onlara qorxu və aclıq libasını daddırdı. Yəni sən elə düşünmə ki, sən bu nemətlərin üzərində hakimsən, sənin əlindədir, sənin əlindən çıxa bilməz. Yəni sən onları saxlamağa qadir olduğunu düşünmə. Yəni sən onları necə saxlaya bilərsən? Allaha itaətlə və insanlara yaxşılıq etməklə. Yoxsa Allah qorusun o nemətlər aradan qalxacaqdır. Ya hansı ki bəlli bir hədis var. 3 nəfərin hədisi, hansı ki keçəl, albinos xəstəliyi olan və kör. Yəni Allah Teala onların yanına mələk göndərir və onların hər birinə istədiyini verir və onlardan soruşur, deyir, nə istəyirsən? O deyir ki, mən istəyirəm başıma tük gəlsin, o birisi mənim gözəl dəri istəyirəm, o birisi də göz istəyir. Və o mələk elə bilir ki, onların istədiklərini ona verir, yəni Allahın əmri ilə. Və sonra onlara birisinə dəvə verilir, o birisinə inək və o birisinə də qoyun verilir. Və hər birinin də bir vadi dolu qoyunu, dəvəsi və həmçinin inəyi olur. Yəni sonra yenə o mələk gəlir onların yanına, yenə imtihan üçün. Yəni Allah Teala onları imtihana çəkir. Və o keçəlin yanına gəldiyi zaman o keçəl artıq o nemətləri inkar edir. Allahın lütfünü inkar edir və insanı Allaha bəndələrini yaxşılıq eləmir. Və o nemət ondan qalxır. Yenə əvvəlki vəziyyətinə qayıdır. Saçı tökülür, keçəlliyinə qayıdır və qəfil nemət ona üz verir. Və həmçinin o hansı ki albinos xəstəliyi olan dəri xəstəliyi, o da həmçinin inkar edir. Deyir ki, bunu özümdən olub, yəni Allaha mənsub eləmir nemətləri və həmçinin o da əvvəlki vəziyyətinə qayıdır. Amma köra gəldikdə isə kör deyir ki, bütün bunlar hamısı Allahdandır və istədiyin qədər ondan götürə bilərsən qoyundan. Mən sənə heç nə deyə bilmərəm. Çünki bu nemət Allah Teala nemətidir və sonra mələk deyir ki, Allah Teala sənin malına bərəkət versin. Sadəcə siz bir imtihanda idiniz. Yəni sən razı qaldın, Allah Teala səndən razı qaldı və Allah Teala'nın sənin iki yoldaşına qəzəbi tutdu.
Deməli bu nemətlər yəni itə bilir və onun arada saxlanması üçün də səbəblər vardır. Yəni elm əhli buyurur ki, bu nemətlərin qalması üçün səbəblər təqvadır. Təqva və həmçinin insanlara yaxşılıq etməkdir. Sonra hədisdə keçir ki, bu duada Allahümme inni a'udhu bike min zevali ni'metik. Allahım nimetin itməsindən, afiyyətin dəyişməsindən və qəfil gələn bəladan sənə sığınıram. Qəfil gələn bəladan. Çünki bəla qəfil gəldiyi zaman insan o bəlada heç nə edə bilmir. Tövbə edə bilmir. Çünki imkan yoxdur, qəfil gəlib. Tövbə edə bilmir. Və insanların haqlarını qaytara bilmir. Öz üzərində, öhdəliyində olanı ödəyə bilmir. Qəfil bir bəla, müsibət gəlir. Yəni, ola bilər ki, bu qəfil gələn bəla ölüm olsun. Qəfil ölüm. Yəni, qiyamət yaxınlaşdıqca qəfil ölümlər çox olacaqdır. Hədisdə də Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, qəfil ölüm facir üçün bir intiqamdır. Facir, yaxud kafir üçün bir intiqamdır. Yəni Allah Teala intiqam alır. Möhlət tapa bilmir, tövbə eləsin, qayıtsın. Amma mömin insan üçün hansı ki davamlı salih əməllər üzərindədir, onun üçün bir rahatlıqdır. Demək Peyğəmbər sallallahu aleyhi və səlləm qəfil gələn bəladan Allaha sığınardı. Və indi də nə qədər qəfil gələn bəlalar var. Qəfil gələn dərd, qəm, qəfil insanın ruzisinin kəsilməsi, qəfil xəstəliklər və digər nə qədər qəfil gələn bəlalar vardır. Yəni insan elə bilir ki, yəni bu öz axarında olmalıdır. Ona görə insan bunları xatırlayaraq davamlı bu duanı etməyə çalışmalıdır. Əuzu bikə min zəvali ni'mətik və təhəvvül afiyyətik və fucaəti niqmətik. Bəzən də olur ki, qəfil gələn o müsibətdə də insanın ağlı gedir. Yenə tövbə edə bilmir, məsələləri anlaya bilmir. Çünki bu dünyada müsibətlər çoxdur. Və həmçinin sonda buyurur ki, və cəmi' səxatik, sənin qəzəbinə gələn bütün işlərdən. Əgər insan Allahın qəzəbinə gələrsə, hər tərəfdən o insana şərlər axaraq gələr. Əgər insan Allahın qəzəbinə gəlibsə, hər tərəfdən o insana şər və bəlalar gəlir. Və ona görə insan bu duanı çoxaltmalıdır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm başqa bir duası da var ki, Allahümmə innə nə'udhu bir ridakə min səxatik. Allahım, sənin qəzəbindən, sənin razılığına sığınırıq. Və muafatikə min uqubətik və sənin əzabından, cəzandan bağışlamağına sığınırıq. Və bikə minkə, səndən sənə sığınırıq. Lə nuhsi thənəən aleyk. Biz səni lazımınca tərifləyə bilmərik. Əntə kəmə əsnəytə alə nəfsik və sən öz-özünü təriflədiyin kimisən. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm gecə gündüz Allahdan afiyət istəyərdi. Allahümmə inni əsəlükəl affə vəl-afiyyətə fid-dünya vəl-əxir. Allahım, dünyada və axirətdə səndən əff və afiyət istəyirəm. Allahümmə inni əsəlükəl affə vəl-afiyyətə fi dini və dünyaya və əhli və məli. Allahım, səndən əff və afiyət istəyirəm dinimdə, dünyamda, ailəmdə və malımda. Allahümmə əstur avrati, Allahım mənim eybimi ört və əmin ravati, qorxumu əmin et. Allahümmə əhfad min beyni yədeyyə və min xalfi. Allahım məni öndən, arxadan qoru. Və an yəmini və an şimali. Sağımdan və solumdan qoru. Və min fəvqi, yuxarıdan qoru. Və əuzu bi azamətikə ən uğtələ min təhti. Allahım, altdan gələn müsibətdən sənə sığınıram, sənin əzəmətinə sığınıram, aşağıdan gələn. Yəni bu mübarək dualar görəsən bizim dilimizdə varmı? Davamlı olaraq bu mübarək duaları edirikmi? Yəni Allaha yalvararaq öz kasıblığımızı, acizliyimizi yəni izhar edirikmi? Həm qəlbən və həmçinin zahirən. Əgər istəyiriksə bu nemətlər bizdə davamlı olsun, yəni səbəblərdən tutmalı. Necə ki elm əhli buyurur ki, bunun səbəblərindən odur ki, təqvadır. Təqva və həmçinin
insanlara yaxşılıq etmək. Deməli, itməsinin səbəbi isə, nemətlərin itməsinin səbəbi təqvanı tərk etməkdir və Allahın qullarına pislik etməkdir. Çünki insan təqvanı tərk etdiyi zaman nəfsi istəklərini artıq həyata keçirir. Yəni gözü nə istəyirsə onu verir. Yəni gözü harama baxmaq istəyirsə onu verir. Qulağı haram dinləmək istəyirsə onu verir. Və digər orqanlar haram istəyirsə, yəni onu yerinə yetirir. Yəni elə bir ki, insan Allahdan qorxmur. Deməli, bu cür insanın təqvadan uzaq olması bu nemətlərin itməsindən, aradan qalxmasından səbəbdir. Yəni Allah Teala sənə göz verib, gözünü doldurub, nurla doldurub. Amma sən isə deyir onunla Allaha asi olursan. O gözünlə Allahın haram etdiyi şeylərə baxırsan, şəhvətlərə, ləzzətlərə. Və həmçinin insan onunla Quran oxumur. Hansı ki göz Allahın rizası üçün xərclənməlidir. Və asilikdən çəkindirmir. Və həmçinin digər nemətləri. Və bu boyda nemətlər, görürsən, o nemətlərin hər biri asiliklə, günahla qarşılanır. Yəni, insan qulağı ilə nə qədər incə səsləri eşidir, amma o qulağı ilə Allahın kitabını, moizələr, nəsiyyətlər dinləmir, amma musiqi dinləyir. Yəni, başqa sözlər dinləyir. Bütün bunlar hamısı insanın qəlbini sərtləşdirir və sonra da o nemətlərin aradan qalxmasına səbəb olur. Və buna görə insan heç vaxt arxayın olmamalı. Ola bilər insan günah üzərində olduğu halda bəzən nemətlər gəlirsə, bu istidrac sayılır. Allah Teala buyurur: "Fəsənəstədricuhum min haythu la ya'lamun." Onlar bilmədiyi yerdən biz onları istidrac edərik. Yəni tədricən əzaba sürükləyərik. Və həmçinin başqa ayədə buyurur ki: "Və la yahsabannallazina kafaru annama numli lahum khayrun li anfusihim." Yəni kafirlər elə güman etməsinlər ki, bizim onlara möhlət verməyimiz onlar üçün xeyirdir. İnnəmə numli ləhum liyezdadu ismə. Yəni biz möhlət veririk ki, onlar günahlarını artırsınlar deyə. Deməli insan günah içərisində olduğu halda nemətlər gəlirsə bu bəlanın artması üçündür. Və bəzən insanlar var, deyir ki, mən namaz da qılıram, haram da edirəm, Quran da oxuyuram və yenə ruzim də var, bədənim də afiyyət içərisindədir. Yəni bütün işlərim də sevdiyim kimidir, istədiyim kimidir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki: "İzə rəaytallaha yu'til abdə mə yuhib." Əgər görsən ki, Allah Teala insana sevdiyi şeyləri verir, o isə günah üzərindədir. Fa'lam ennema huwa istidrac. Bil ki, bu istidracdır. Yəni tədricən azaba sürüklənməsidir. Və əksinə sən sevinməli yox, qorxmalısan öz nəfsin üçün. Deməli qəfildən bir bəla gələr, hamısı əldən çıxır və ondan sonra insan bilsin ki, o gedəndən sonra çox vaxt qayıtmır. Xüsusən də ağır bir xəstəlik insana üz verirsə, necə o şəfa tapsın? Və həmçinin insan heç vaxt Allahın qəzəbinə əmin olmamalı, arxayın olmamalı. Yəni o neməti verən səndən onu qaldıra da bilər. Və ola bilər ki, qəfildən sənə üz versin. Və həmçinin ikinci isə insanlara yaxşılıq etmək o nemətin qalması üçün. Əgər insan yaxşılıq etməzsə, o da aradan qalxa bilir. Necə ki, hədisdə gəlir: "İnnallaha yu'til abdən ni'mə limənafi'il ibad." Allah Teala neməti bir bəndəyə verir ki, insanlara fayda versin deyə. "Yuqirruhum aleyhə mə bəzəluhə." Yəni onlar onu sərf etdikcə, xərclədikcə Allah Teala o neməti onlarda saxlayır. "Fəizə əmsəkuhə rafa'a anhum." Onlar onu vermədiyi zaman, saxladığı zaman o neməti onlardan qaldırır. Və qalxdıqdan da sonra demək olar ki, çox nadir hallarda qayıda bilir. İzə kunte fi ni'mətin fər'ahə. Nemət içərisindəsənsə onu qoru. Fə innəl məasi tuzilun ni'am. Çünki günahlar nemətləri itirir. Və hutha bi ta'ati rabbil ibadi. Və o nemətləri Allaha itaətlə əhatə et. Fə rabbul ibadi səri'un niqam. Və bil ki, bəndələrin Rəbbi sürətlə hesab çəkəndir. Və həmçinin burada yerinə düşərdi müəyyən nemətləri xatırlamaq, hansı ki insan onu xatırladığı zaman bilir ki o nemətlər onun hünərinə görə deyil, Allah Teala'nın ona bəxş etdiyi nemətlərdir. Əgər de insan evindən çıxır
maşına oturur və maşının qapısını örtə bilirsə şükür eləsin. Həmçinin nemətlərin qalma səbəblərindən biri də insanın şükür etməsidir. Yəni sən xatırla ki, insanlar var, yatağına həbs olunublar, yataqlarına. Qalxa bilmirlər. İnsan da var, çiyinlərində gətirib maşına qoyurlar. Qapını örtə bilmirdi. Sən oturada bilirsən və həmçinin maşının qapısını da örtə bilirsən. Və həmçinin evinə gəldiyin zaman, görsən ki, evdə uşaqlar, kimisi oynayır, kimisi hər hansı bir işlə məşğuldur və kimisi dərsini oxuyur. Və şükür elə. Allahümmə inni auzu bikə min zəvali ni'məti. De ki, Allahım, nemətin itməsindən sənə sığınıram. Və həmçinin evə gəldiyin zaman görürsən ki, yoldaşın yemək hazırlayıb, paltarını təmizləyib, əşyaları yığıb, hər şey öz yerində. Və de ki, ya Rab, ey Rəbbim, nemətin itməsindən sənə sığınıram. Yəni, neçə insanlar vardır ki, onunla öz həyat yoldaşı arasında problemlər vardır. Ailəsinin evinə gedib, onu tərk edib və qayıtmayıb. Və həmçinin sənin qarşısına yemək qoyulduğu zaman, yeməyi ağzına qaldıra bilirsənsə, yeməyi ağzına qoya bilirsənsə, de ki, ya Rab, əuzu bikə min zəvali ni'mətik. Allahım, nemətin itməsindən sənə sığınıram. Çünki insanlar var, yeyə bilmir, əlini qaldıra bilmir. İnsanlar var, burun vasitəsilə şlakla yedirilir, yemək yedirilir və yaxud da su içirilir. Və həmçin digər nə qədər, saysız, hesabsız nemətlər var. Amma bizdə isə bu nemətlər adiləşib. Elə bilirik ki, bunlar belə də olmalıdır. İnsan itəndən sonra anlayır, onda da artıq gec olur. Necə ki, bu Liviyada baş verən hadisələrdə insanlar, 10 minlərlə insanlar hər şeyini itirdilər. Bir qadın deyir ki, bir gecədə hər şeyi itirdim, evimi, yoldaşımı itirdim. Halbuki ona qədər evimdən narazı idim. Evimdən, yoldaşımdan deyinirdim. Yoldaşımdan narazı idim. Onu ona gətirir ki, insan əvvəlki nimətləri dəyərləndirməyəndə belə olur. İnsan içərisində olduğu nimətləri dəyərlənsin. İndi başa düşür ki, nə qədər böyük nimətlər içərisində olub insan. Allah Teala'dan istəyirik ki, nimətləri, dini və dünyavi nimətləri bizim üçün davamlı eləsin. Nimətlərin itməsindən Allaha sığınır və Allah Teala öz dini üzərində hər birimizi sabit eyləsin, eşidib yaxşısına tabi olanlardan etsin. Və sallallahu alə nəbinə Muhammed və alə alihi və sahbihi və səlləm.